quyruğu, sirkə quyruq axırı. Prosesin başlanğıcı bundan. Bir tərəfdə də qızartma gedir. Günar xanım da qızardır. Sağ belə. Bizim hazırladığımız şeylərdir. Doğramışıq, hazır buradadır. Bu da birazdan yiyəcəyik salat. Göbələyimizdir. Bu da ətimizdir, hazır doğranır. Buydu, necə ləzzətlidir. Hələ duzu yoxdur. Soğanı Bu soğanın qovrulma prosesidir. Hələ birazı var. Usta, yaman gözün, yaman tuşdaşı var. Köşöyümüz, odunumuz tüstülü oldu. Yaş ağacı oldu. Bu soğanın belə çox olmağına baxma, hələ bu tam əriyəcək. Tam öləcəkdir burada, necə deyərlər. Uyruğu. Yanında xoruz quyruğu. Resmi kadrı çıxaldır bura. Ay sağ ol. Aşpazımız şov ediyor, şov göstərir. Burada da biberlərimiz qızarır axı. Yalanı bir qarışdırır. Bu çayı indi. Ay çox sağ ol. İçində bir çəsni sümükli tikələri var, onları da qaxacaq içinə. Hamısı öz koduna çıxacaq. Ətir vurandan sonra da yenə duzunu vurduq. İstiyorsan vurasam? Yox, qaraldı. Silahlı eləyək ki, İstiyorsan vurulmur çünkü vurulsa qaralır. Şimdi bu elə fikirdir ki, bu hamısını dənə bədənə axırda keçirsin də içində. Nəyi var, nəyi yox. O istiyorsan qaralsa, seçilmir. İstiyorsan qaralsa? Seçilmir. Hansı dediğine var. Şimdi dənə bədənə hamısı seçiləcək. Dənələr olur. Bu da tut ağacı. Baxın rənginə, əslə soğan yeni rəngi aldı. İndi keçirik növbəti prosesə. Sazın ciyəri özəyi olan göbələyi.